Bugün zindanlarda zülmə məruz qalan və günahsız yerə həbs edilən mömin kişilər, ruhanilər deyil. Demək olar ki, artıq dindar xanımlar həbs olunurlar. Və onların işləri İmam Hüseyin əleyhissalama ehsan vermək və Fələstinə dəstək olmaq səbəb olub ki, bu günləri zindanlara məhkum edilsinlər günahsız yerə. Və öz haqlarını bugün bu inanclı xanımlar bərpa etmək üçün etiraz səslərini, etiraz fəryadlarını uzaldırlar və aclıq aksiyalarını davam etdirirlər. Bu zalim rejim günahsız yerə, yəni günahları dırnaq arasında əlbəttə ki, bu zalim rejimə görə İmam Hüseyin əleyhissalamın yasında o həzrətin adına ehsan verdikləri və zülmə etiraz etdikləri üçün qondarma Siyonist İsrail rejiminin uşaq qətillərinə etiraz etdikləri üçün günahsız yerə həbs edilirlər. Gərək möminlər bu məsələdə bu dindar xanımlara, imanlı xanımlara dəstək olsunlar və öz etiraz səslərini ucatsınlar. İstər sosial şəbəkələrdə, istər ictimaiyyətdə, hər bir yerdə gərək dəstək olaq.